Hörmətli izləyicilər, dəyərli tamaşaçılar, üzümü tutub buradan İşgəncələr əleyhinə araşdırma mərkəzinə müraciət edirəm ki, cənab hörmətli Fikrət Cəfərov, mənim bu müraciətimi ölkə başçısına çatdırmaq məqsədindən mənim müraciətimi ictimai kanallarda yayınlanmasına köməkli eləyəsiniz. Və bildirmək istəyirəm ki, mən Astara rayon sakini Famil Bağırov 04.05.2016-cı il tarixdə Astara rayon Bayraq Meydanı yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsindən 10 il ötmüş olsa da, bu ilə bağlı mən 10 ildir ki, hadisə günündən mütəmadi olaraq şikayətlər edirəm. Və mövcud vəziyyətdə çalınması ilə bağlı, əvvəlki dövrdə, yəni həmin atamın ölümü işi ilə bağlı Astara rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə açılmış cinayət materiallarında Astara rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Bəhruz Qulamov Əfqan oğlu icraatında olan cinayət materiallarında kobud şəkildə qanun pozuntularına yol verməklə 263.2 ilə açılmış cinayət materiallarında hadisəni törətmiş şəxs Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin rəisi Nadirov Samir Aydınoğlu oğlunun olması müəyyən edilmiş olsa da, polis müstəntiqi Bəhruz Qulamov Astara rayon keçmiş prokuroru ilə Zakir Saatovla əlbir olaraq Nadirov Samir Aydınoğlu'nun yüksək vəzifəli şəxs olduğuna görə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi vəzifəsində çalışan şəxs olub. Astara rayonunda bu dəniz limanının katerlərin girişinə, çıxışına nəzarət edilmiş şəxs olub, kapitan rütbəli. Bu şəxsin güclü, yəni yüksək vəzifədə bir qohumu olduğuna görə, həm də ki, həmin şəxs əvvəllər bir neçə prokuror vəzifələrində çalışan, hazır ki, sonuncu dəfə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizə İdarəsinin rəisi General-Mayor İlqar Abbasovun ən yaxın çevrəsindən olan bir şəxs olduğuna görə Nadirov Samir Aydınoğlu'nu bu günə qədər cinayət məsuliyyətindən kənarda saxlayıblar. Burada bunların maddi maraqları olub ki, 263.2-nə açılmış cinayət materiallarında kobud şəkildə qanun pozuntularına yol verməklə, vəzifə saxtakarlıqlarına yol verməklə bunlar hadisəni törədən şəxsi Nadirov Samir Aydınoğlu'nu cinayət məsuliyyətindən kənarda saxlamaqla 10 ildir ki, bu işlə bağlı mən mübarizə aparıram. Sonuncu dəfə 27.03.2024-cü il tarixdə Astara rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qərarına əsasən əvvəlki dövrdə ibtidai istinaq qərarı ləğv edilərək 13 noyabr 2016-cı il tarixli Astara rayon polis şöbəsinin istinaq bölməsinin ibtidai istinaq qərarı ləğv olunaraq 27.03.2024-cü il tarixdə Astara rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qərarına əsasən istinaq materiallarına yenidən əlavə ekspertlər təyin olması üçün Astara rayon məhkəməsinin qərarı var. Həmin qərardan sonra Astara rayon polis şöbəsinin istintaq bölməsinin əməkdaşları Nurlan Rızazadə və ondan sonra dəyişilən Rəhmin Zeynallı, bunlar da müəyyən vaxt itkisinə səbəb olan hərəkətsizlikləri olur. Hazırki mövcud vəziyyət odur ki, bəli, şəxsin əvvəlki dövrdə ekspert rəylərindən görünür ki, ekspert rəyi də burada saxtakarlıq eləyərək şəxsə günah verməyib. Amma hazırki vaxtda isə şəxsin bəli günahı var. Burada görsədir ki, 50.1 görsədir Cinayət Məcəlləsinin. Yəni şəxs hadisənin qarşısını almaq ehtimalı olub, lakin ala bilməyib. Bu cür hal baş verdiyindən, yəni şəxs məsuliyyətə cəlb olunmayıb deyilənə görə şəxs məsuliyyətdən kənarda qalır. Halbuki burada həmin dövrdə istinaq materiallarında vəzifə saxtakarlıqlarına yol verən Astara rayon polis şöbəsinin baş müstəntiqi Bəhruz Qulamov və Astara rayon prokurorları burada General-Mayor İlqar Abbasovun tapşırığı ilə bu iş görülüb. Bu istinaq materialları süründürməçiliyə salınaraq hal-hazırda Dövlət Sərhəd Xidmətinin həmin sabiq liman rəisi Nadirov Samir Aydınoğlu hələ də azadlıqdadır. Bu şəxs azadlıqda olduğu müddətdə də, üstündə cinayətçi olduğu müddətdə bu dövlət sıralarında yenə 8 ildən artıq müddətdə işləyib, vəzifəsini icra edib. Eyni zamanda həm cinayətdən yayınma, həm də ki, dövlətin maliyyə büdcəsinə küllü miqdarda ziyan vurmaqla bu şəxs hələ də azadlıqdadır. Mən özümü tuturam ölkə başçısına müraciət edirəm ki, bəs ölkə başçısı deyir ki, heç kəs qanundan kənarda qala bilməz. Heç kəsin yəni bu imtiyazları ola bilməz. Heç kim qanundan kənarda qala bilməz. Bir nəfər toxunulmaz deyil. Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər. Ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Və onlara himayət
bekarlıq edən əfsuslar olsun ki, dövlət məmurları da var. Vəzifədən asılı olmayaraq bir adam məsuliyyətdən qaça bilməz. Xüsusilə dövlət məmuru, böyük vəzifə sahibi. Heç kim cəzasız qalmayacaq. Nəinki işdən çıxardacaq və cinayət məsuliyyətinə də cəlb ediləcəklər. Cinayət törətmişsənsə, get cəzasını çək və salam. Dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcəkdir. Hörmətli Prezident İlham Əliyev cənablarına mən üst tuturam ki, bu cür verdiyiniz tövsiyə heç də haqq ədalətə sığmır. Artıq 10 ildir ki, mən bu işlə bağlı mübarizə aparım. Burada eyni zamanda həm dövlətin ali qanunlarının aliliyinə kölgə salınaraq, eyni zamanda vəzifə saxtakarlığı, burada məlum məsələdir ki, korrupsiya faktı ola bilər burada bu sənədlərin daxilində, yəni ki, vəzifəli şəxslər bilə-bilə cinayəti örtbasdır etməkdə. Digər məsələ də odur ki, həm də ədalət mühakiməsinin belini qırıblar burada. Xahiş edirəm, bununla bağlı ciddi tədbir görülsün. Bu işdə bildiyimə görə Baş Prokurorluğun 1-ci müavini Elçin Məmmədov tərəfindən 27.03.2024-cü il tarixdən sonra əlavə ekspertlərin təyin olmasına 2 ay müddət ayrılmış olsa da, həmin ibtidai sınaq müddəti 2 aydan artıq keçirilərək, bilə-bilə bu sənədlər süründürülməkçilə salınaraq, burada nə var ki, əvvəlki dövrdə Lənkəran rayon hərbi prokuroru digər bir şəxs olduğuna görə, hazır ki, prokuror isə Elşən Əli Məmmədov yeni vəzifəyə təyin olmasından, mən burada şübhəliyəm ki, burada bunlar əlbir olaraq atamın ölmüşü ilə bağlı cinayət işi materiallarında kobud şəkildə qanun pozuntularının yor verilməsinin üstü açıla bilərdi və Lənkəran hərbi prokurorluğun prokuroru Elşən Əli Məmmədov vəzifəyə gələndən sonra bunlar artıq cinayətkarın cinayət məsuliyyətindən kənarda qalmasına daha da bir nailiyyətlər əldə ediblər ki, Cinayət Məcəlləsinin 75.1.2 maddəsinə əsasən 39.1.3 tərkib hissəsini götürərək burada cinayət işi az ağır cinayət olduğuna görə, güya ki 263.2 açılmış cinayət işi az ağır cinayət olduğuna görə həmin şəxsin cəlb etmə müddətinin keçirməsindən bunlar qənaətə gəlirlər ki, az ağır cinayət işi olduğuna görə 7 ildən artıq müddət keçib, artıq şəxs məsuliyyətə cəlb oluna bilməz. Halbuki mən burada 7 ildən artıq keçmə müddətinə görə mən burada narazılığımı bildirmək istəyirəm ki, mənim heç bir hərəkətsizliyim olmayıb. Hadisə günündən mən şikayətçi olmuşam. Lakin burada həmin şikayətlərimi təyin edə bilməyən, təmin etməyən Astara rayon prokurorları olub ki, bunlar istər Zakir Saatov, istər Qabil Qasımov, istər Əli Əliyev. Bunlar, burada sübutlar da var ki, dəfələrlə baş prokurorluq tərəfindən, tabi prokuror tərəfindən verilən tapşırıqlar və istintaqa yenidən baxılması üçün, zəruri tədbir görülməsi üçün ən önemlisi bir tapşırıq verilsə də, Astara rayon prokurorları, yəni hazırki prokuror Əli Əliyevə qədər 3 dənə prokuror dəyişilmiş olsa da 10 il müddətində, bunlar heç birisi həmin istinaq materiallarına heç bir zəruri tədbir görülməyərək, bu cinayət işi materiallarını süründürməsi ilə sağlaraq, şəxsi azadlıqda saxlamağa şərəf yaradıblar. Xahiş edirəm, cənab İlham Əliyev, Baş prokuror Kamran Əliyevin qəbuluna girmək istəyirəm. Mən 10 ildir bu şikayətlə bağlı, əvvəlki dövrdə nə Zakir Qaralovun, nə də ki, hal-hazırki prokuror cənab Kamran Əliyevin qəbuluna girə bilmirəm. Mən bütün rayonları gəzirəm, yəni sizin tapşırığınızla rayonlarda vətəndaşlarla qəbul keçirdiyinə görə mən borc xərc eləyərək, tikintilərdə işləyirəm, zülümlə pul qazanıram, əziyyət çəkirəm, tökürəm bu yollara, amma prokurorun qəbuluna girə bilmirəm. Mənim qarşıma alırlar. Qəbul şöbəsinin əməkdaşları bilirlər ki, mən bu işlə bağlı şikayətçiyəm. Prokurorun qəbuluna girməyimlə mənim qarşıma alırlar, maneələr yaradırlar və mən heç cürə öz hüquqlarımın, tapdalanmış hüquqlarımın bərpa olunmasına heç bir hərəkət eləyə bilmirəm. Xahiş edirəm, mən üzümü tuturam sizə və dövlətin ali orqanlarına üst tuturam ki, bu işlə bağlı zəruri tədbir görəsiniz.